Hər vaxtınız xeyir. Biz bugün sizinlə Daha Akademiyanın 1 fevral tarixində keçirdiyi 10-cu sinif buraxılış sınağı imtahanının riyaziyyat fənninə aid sualların izahına baxacağıq. Birinci sual. Bir ifadənin qiymətini tapın. İlk öncə misalda mötərizəni həll etmək lazımdır. -6-da 5 üstəgəl 3-də 2. Kəsirlərin toplaması çıxılması zamanı bizə orta məxrəc lazımdır. Birinin məxrəci 6-dır, digərinki 3. 6 ilə 3-ə əkob tapırıq və 6 ilə 3-ün əkobu edər 6. Mən 3-ü nəyə vuranda 6 eləyər 2. İkinci kəsirin sürətlə məxrəcini vuracam 2-yə. -6-da 5 üstə gəl 6-da 4 edər -6-da 1. Daha sonra 12-də 17-ni böləcəm mötərizənin cavabını. Yəni -6-da 1-i. 12-də 17 yazıldı. Bölmə oldu vurma və ikinci kəsir 6-da 1 idi. Tərsinə çevrildi. Oldu 1-də 6. 12 ilə 6-nı 6-ya ixtisar elədim. Burada 2, burada 1. Mənfi 2'də 17. Bunu da onu kəsirə çevirsəm edər -8,5. D variantı. İkinci sualda deyir, taxıl üyüdüldükdə çəkisinin 90% qədər un alınır. Nə qədər taxıl üyütmək lazımdır ki 1080 kiloqram un alınsın. 90% qədər un alınır. Bizim alınan unumuz 1080'dir. Mən burada 90%-i 1080 olan ədəd tapmalıyam ki bizə başlanğıca nə qədər taxıl lazımdır. Deməli, faizinə görə də necə tapırıq? Ədədi faiz göstərən ədədə bölüb 100-ə vururuq. Deməli, sıfırları getdi. 108'i 9'a böldüm edər 12. 12'ni də 100'ə vuranda edər 1200 kiloqram. C variantı. Bir kvadrat 3 ədlisinin vurğulara ayırın. Biz bunu belə parçalaya bilərik. Deməli, 3x kvadratı -8x'i yazıram. -3x çıx -5x. Yəni çıx 5x. Plus 5. 3x kvadratı və 3x-da 3x'i mötərizə xaricinə çıxartdıq. İçəridə qaldı x minus 1. Burada da -1'i çıxardıram çölə. -5'i daha doğrusu çıxardıram çölə. Qalır x minus 1. Düzdürmü? 3x kvadrat çıx 3x'də 3x'i çıxartdıq. X kvadratın yerinə qaldı x. 3x'in yerinə qaldı 1. Diğerində də -5x üstə gəl 5'də də -5'i çıxartdım. Bölüb çıxartdım da elə bil ki. X minus 1'i çölə çıxartdıq. İçəridə qaldı 3x çıx 5. Bu da hansı variantı? Deməli, D variantı. 60-cı sualda bucağın tərəflərini və bucaqlarını bizə verib. Biz digər tərəfi sinuslar teoreminin köməyi ilə tapa bilərik. Sinuslar teoremi necə idi? 18 böl. 18 buradır. Burada B tərəfidir. Bura 45 dərəcədir, burada 30 dərəcədir. 18 böl sinus 30 bərabərdir B böl sinus 45 dərəcə. Sinus 30'da alır neçə? 2'də 1. Sinus 45 neçə alır? Kök 2 böl 2. Mən burada bu ikiləri ixtisar elədim və çarpaz vurdum. 18 kök 2 bərabərdir 1 vur B. Yəni B də bərabərdir o zaman 18 kök 2. Bizə də zaten B tərəfini istəyir. C variantı. 61-ci sual. 61-ci sualda bizə deyir, deməli AOB bucağında OC tən böləndir. Tən bölənin xassəsi nədir? Çıxdığı bucağı yarıya bölür. COB 30'dursa, o zaman bunun qonşusu da, yəni tən bölənin böldüyü digər bucaq da 30'dur. AOB'nin dərəcə ölçüsü 30 üstə gəl 30, o da edər 60 dərəcə. A variantı. 62-ci sualda deyir, AB çoxluqları üçün A'nın 7 elementi, B'nin 4 elementi var. Kəsişməsinin ən böyük qiyməti, kəsişmənin ən böyük qiyməti üçün bir çoxluq digər çoxluğun alt çoxluğu olmalıdır. O zaman alt çoxluğu olmalıdır. Burada hansı, məsələn, B A'nın alt çoxluğu ola bilər, düzdürmü? B A'nın alt çoxluğu olsa, bizim kəsişməmizin elementlərinin maksimal sayı 4'dən ola bilər. B variantı. 63-cü sualda deyir, bərabər yanlı üçbucağın perimetri 72'dir. Yan tərəf 20'dir. Bərabər yanlı üçbucaqdır da bu. Bərabər yanlı üçbucağın yan bucaqları bir-birinə bərabər, yan tərəfləri bir-birlərinə bərabərdir. Yəni bu tərəf 20'dirsə, bu tərəf də 20 olmalıdır. Mən 72'dən 20'lərin cəmini çıxıb oturacağın uzunluğunu tapacağım. O dedər neçə? 32. Oturacağı indirilmiş hündürlük 12'dir. Bizdən bu üçbucağın sahəsini istəyir. Üçbucağın sahə düsturu. Bu 2'də 1 AH A'dan istifadə edəcəyik. Tərəf də həmin tərəfə indirilmiş hündürlükdən istifadə edəcəyik. Tərəfim nədir? 32. Hündürlüyü nədir? 12.
2 ilə 12 ixtisar getdi 6. 32-ni də 6-ya vuran edər 192. B variantı. Qonşu bucaqları göstərir. Qonşu bucaqların cəmi 180 olmalıdır. 82 ilə 98-in cəmi 180-dir. İfadəsinin vurğulara ayırın. 32 minus 2y kvadratında biz ortaq vurğu mötərizə xaricinə çıxarmalıyıq. 32 ilə 2y nəyə bölünür? 2y kvadrat nəyə bölünür? 2-yə. 2-ni çıxartdıq. Qaldı 16 çıx y kvadratı. Daha sonra 16 məsələn nədir? 4-ün kvadratı. Baxın, burada kvadratlar fərqi kimi açıram. 4 çıx y, 4 üstəgəl y. O da hansı variantı? Y variantı. 2 ədədin ədəd ortası 26-dır. 2 dənə ədəddir. Toplayıblar və onları sayına bölüblər. Alınıb 26. 2 ədəddir. 2-yə bölüblərsə biz yəni 26-nı 2-yə vuraq. Etsin 52. Bu ədədlərdən birisi 30-dur. 30 üstəgəl B bərabərdir 52. B-ni tapmaq üçün mən 52-dən 30-u çıxacağım. B də bərabərdir 22. Y variantı. 67-də düz bucaqlı 3 bucaqdır. Beton uzu 25'ti. Bir kateti de 15'ti. Diğer katetine bir x deyək və həmin bu kateti tapaq. Pifagor teoremindən istifadə edəcəyik. Katetlərin kvadratı cəmi bərabərdir beton uzun kvadratına. X kvadrat üstəgəl 225 bərabərdir 625. 625-dən 225-i çıxsaq, x kvadrat edər 400. Nəyin kvadratı 400 eləyər? Müsbət mənfi 20. Amma bizdə uzunluq lazımdır deyə müsbət 20 qiymətini götürəcəyik. B variantı. 68-də faizi onlu kəsir kimi göstərmək üçün faiz göstərən ədədi 100-ə bölmək lazımdır. 175-i böləcəyik 100-ə. 1/175 B variantı. 69-cu sualda 6-ya bölünən ədədlərin cəmini istəyir. 6-ya bölünən ədədlər 12, 18, 24, 30, 36 və 42-dir. 10-43 intervalında bu ədədlərdir. Bu ədədlərin cəmi edər 162. C variantı. Sahəsi 56 hektar olan əkin sahəsi əkin yerini 3-4 nisbətində 2 yerə bölünüb. Birisi 3K-dır, digərisi 4K-dır. Bunların cəmi bərabərdir 56-ya. 7K 56, K da bərabərdir 8. 3K-da yerinə qoysam 24, 4K-da yerinə qoysam 4 vur 8 nə eləyər? 32. Bizdən də böyüyü istəyir 32. Yer uzunluğu 520 metr olan borun 2 hissəyə böldülər. Birincinin 24%, ikincinin 54%-nə bərabərdir. Mən burada nə edəcəm? 2 hissəyə bölüblər. X üstəgəl y bərabərdir 520 metrə. Birinci 24%, yəni 24 vur x böl 100 bərabərdir ikincinin 54%-nə. Yəni 54 vur y böl 100. Yüzləri ixtisar elədim. 24 ilə 54-ü hər tərəfi 6 ixtisar elədim. Burada 4, burada 9. Sonda tapdım ki 4x bərabərdir 9y. X bərabər olacaq 9K-ya, y də bərabər olacaq 4K-ya. Aparıb birinci yazdığım tənirə yerinə qoyuram. X-in yerinə yazıram 9K, y-in yerinə yazıram 4K bərabərdir 520-yə. 13K 520, 520-ni 13-ə böldüm. K elədi 40. Məndən böyük hissəni istəyir. Böyük hissədə 9K-dır. 9 vur 40 nə edər? 360. Deməli, 72-ci sualda deyir buçuq əlinin dərəcəsi 48. Tamam. Normalda mənim ən böyük qüvvətim burada x üstü 5-dir. 8-ə yüksəldəndə də olur x üstü 40. Düzdürmü? Deməli, burada M1-i vurublar x üstü 40-a, dərəcə olub 48. Bizim dərəcəmiz 40-dır. Deməli, M1-in gizli dərəcəsi nədir? 8-dir. M1-in dərəcəsi 8-dir. Eyni şey M2-ni vurublar. Deməli, burada ən böyük x üstü 8-dir. Onu yüksəltdim x üstü 80. Burada dərəcə olub nə? Burada dərəcəmiz olub deməli bizim 89. Mənim dərəcəm 8-dir. Deməli, M2-nin gizli dərəcəsi nədir? M2-nin gizli dərəcəsi deməli 9-dur. Daha sonra M1 üstü 8. Aha, M1 üstü 8 tapan zaman M1'in zaten dərəcəsi 8'dir. Üstü 8 tapan zaman M1'in dərəcəsi olur 64. M2 üstü 10 tapan zaman M2'nin dərəcəsi zaten 9'dur. Üstü 10 tapanda M2'nin dərəcəsi olur nə? 90. Birin dərəcəsi 64'dür, diğerinki 90'dır. Və çoxədlinin dərəcəsini istəyəndə, vurmada çoxədlinin dərəcəsini istəyəndə, deməli biz bunları nəyə yazmalıyıq? Cəmini 64 plus 90. O da nə edər? 154.
Deməli 73-cü sualda ifadənin ən kiçik qiymətini bizdən istəyir. Biz burada nə edəcəyik? Biz bu müxtəlif üsullarla həll edə bilərik. Amma indi proqramı əhatə etsin deyə. Məsələn, biz bunun törəməsini tapa bilərik. Sonra tam kvadrat əmrə gətirə bilərik. Amma indi proqramı əhatə edən y bərabərdir 4ac çıx b kvadratı böl 4a düsturu ilə bu ifadənin ən kiçik qiymətini tapa bilərik. Deməli, ax kvadratın əmsalıdır 3. S 13'tür. Çıx. B mənfi 12'dir. 4 vur 3. 156 çıx 144 böl 12. 12'ni də 12'ye böləndə edər 1. Deməli 74-cü sualda ifadəni hesablayın deyir. Biz burada nə edəcəyik? Deməli mötərizədə qüvvətlər bir-birinə vurulur. Deməli kökçə kökçə vuraq. Kökçə kökçə vuranı kök 9, kök 9'dan da çıxar 3. Bu da edər 3 üstü 3. Bu da edər 27. 75-ci sualda M düz bucaqdır, yəni 90 dərəcədir. N də kordur. K-nın ən kiçik qiymətini istəyir. K-nın ən kiçik qiyməti üçün mən digər bucaqlarını ən böyük qiymətini tapmalıyam. N-ə mən ən böyüyünə verə bilərəm, kör bucaqdır. Tam qiymət deyir 179. M düz bucaqda, yəni 90 dərəcədə üstəgəl K bərabər 260. Deməli, 89 üstəgəl K bərabər 260. K-nı tapmaq üçün mən 260-dan çıxacağım 89-u. O edər 171 dərəcə. İsmail 6 ədəd detal üçün 12 manat ödəyərsə, 18 bel detala nə qədər pul ödəyər? Deməli, 6-ya 12 manat, 16 bel detala nə uyğun gələr? X düzdürmü? Biz burada çarpaz vuracağıq, çünki düz asılıdır. Yəni, detalların sayı artdıqca pul da artır deyə düz asılıdır. Düz asılı olanda çarpaz vururuq. 6x bərabərdir 16 vur 12. 6 ilə 12-ni 6 ixtisar elədim 2. 16-nı 2, 32. 77-ci sualda. Orta xətt fərqli olduğu tərəfdən 7,7 cm kiçikdir. Deməli, bu əslində necədir? Məsələn, bir üçbucaq çəkim. Bu orta xətti paraleldir və fərqli olduğu tərəfin yarısıdır. Yəni, bu x-dır, bu da 2x-dir. Bir o birisindən 7,7 cm kiçikdir. 2x-dan x-i çıxmışam, bərabər olub 7,7-yə. O zaman x bərabərdir 7,7. Yerinə qoysam, orta xəttim 7,7-dir. Tərəfimdə 15,4-2-yə vurdum. Cəmini istəyir. Bunların cəmi edər 23,1. 3 üstü 16-nı biz nə edirik? 3 üstü 16-nı yazıram. Deməli, kvadratlar fərqi kimi yazıram. 3 üstü 16-nı yazıram. 3 üstü 8-in kvadratı. 3 üstü 8 minus 1. 3 üstü 8 plus 1. 820. 9 da 3'ün kvadratıdır da. Mən 9 üstü 4'ün yerinə, 9'un yerinə yazdım 3 üstü 2. Bu da oldu 3 üstü 8. Deməli 3 üstü 8 plus 1. İxtisar getdi. Qaldı 3 üstü 8 minus 1 böl 820. 3 üstü 8 də deməli 3 üstü 4'ün kvadratıdır. Yenə kvadratlar fərqi kimi açıram. 3 üstü 4 çıx 1. 3 üstü 4 plus 1. Aşağıda da 820. 3 üstü 4 81'dir. 1 çıxdım 80. Üstünə 1 gəldim 82. Bu sıfırla bu sıfır getdi. 82 ilə 82 getdi. Qaldı 8. Bir dənə də üstə gəl 3 var. 8 üstə gəl 3. O da edər 11. 79-cu sualda A üstə gəl 1 12-dir. Mən bu ifadəni kvadrata yüksəldirəm. Çünki zaten məndən kvadratla istəyir. Həm cavabını, həm də ifadəni özünü kvadrata yüksəltdim. A kvadratı üstə gəl B kvadratı üstə gəl 2AB bərabərdir 144-ə. Deməli, mən 2AB-ni göndərdim 144-ün yanına. 2AB burada müsbətdir. Sağ tərəfi keçəndə olacaq mənfi. Deməli, burada AB-nin qiyməti mənfi 8-i yerinə qoysam. Deməli, 2 vur mənfi 8. Bu da edər nə? Mənfi edərdə oldu müsbət. 144 ilə 16-nı toplasam edər 160. 80-ci sualda. Deməli, 2 dənə çoxluq verilib bizə. A və B. Deməli, A-nın elementləri B-nin elementlərindən 5 dəfə çoxdur. A-nın B-yə fərqi 26-dır. Kəsişməsi də 4-dür. Deməli, toplam A-nın 30 elementi var. NA bərabərdir 30-a. Bax, burada yerinə qoyacağım. 30 bərabərdir 5 vur N B-yə. 5 ilə 30 ixtisar getdi. O zaman B-nin elementləri sayəsində qaldı 6. B-nin kəsişməsinə 4 yazılıbsa, buraya yazılmalıdır 2. Aha. İndi həqiqətən də A-nın 30, B-nin də 6 elementi var və həqiqətən də A B-dən 5 dəfə böyükdür. Birləşməsinin elementlərin sayısıdır. Yəni ümumi elementlərin sayı.
26, 4 ve 2. Toplam nə qədər eləyər? 32. Birləşməsindəki elementlərin sayı 32 edər. 81-ci sualda A və B natural ədədlərinin sadə vurğulara ayrılışı verilib, düzdürmü? Deməli, burada həmin ədədlərin əbobunu bizə verib, ədədlərin deməli sadə vurğulara ayrılışı verilibsə, biz əbob tapan zaman ortaqları götürəcəyik. Amma hansı ortaqları? Sayca ən kiçik ortaqları götürəcəyik. Baxın, 2, 3, 7 ortaqdır. Baxın, birisində 2 üstü m-dir, birisində 2 üstü 5-dir. Amma əbob verib 2 üstü 4. Deməli, burada m 4-ə bərabərdir. Çünki m 4-ə bərabər. Məsələn, əgər burada tutaq ki 5 olsaydı, yəni m 5-dən böyük olsaydı, 5 götürərdilər də 2 üstü 4-ün yerinə 2 üstü 5 götürərdilər. Deməli, m 4-ə bərabər olub ki, sadəcə ən kiçik 2 üstü 4-ü götürüblər. Eyni şeyi bura 3-ə tətbiq edirəm. 3 üstü 5-dir, 3 üstü k-dır. Sadəcə ən kiçiyini götürüblər. 3 üstü 3, onda k 3-ə bərabərdir. Və 7 üstü n və 7 üstü 4-dür. 7 üstü 3 götürüblər. Deməli, n də nəyə bərabərdir? 3-ə. Aha, n mk cəmizdir. 4 üstəgəl 3, o da 3, o da edər 10. Bu qədər.